43 günlük müharibənin iştirakçısıyam. 13 ildir narkotikdən əziyyət çəkirdim. Konkret olaraq təmiz yaşayış, təmiz, doğru düzgün yaşayış nə olan şeydi bilmirdim. Narkotika görə bütün varımı, dövlətimi, maşınlarımı, hər şeyimi dağıtmışdım, satmışdım. Hər gün bariqaların qapısında yatmaqdan bezmişdim, iyrənmişdim. Şükürlər olsun Allaha ki, bugün üçün 12 addım reabilitasiya mərkəzindəyəm, sağalma yolundayam. Artıq 2 aydır ki, sağalıram. Birinci növbədə də ki, mənim yanımda şəhid olmuş qardaşlarımın, bütün ümumilikdə Azərbaycan şəhidlərinin ruhu qarşısında söz verirəm ki, inşallah sağalacağam, cəmiyyətə yararlı bir sağlam vətəndaş olacağam. Allah sizin canınızı sağ olasın ki, mənim mərkəzə gəlməkdə kömək elədiniz, qardaşlıq elədiniz. 20 illik dostlarım var, qohumlarım da ola bilərdi, sizin elədiyiniz yaxşılığı mənə hər adam eləməmişdi. Əkbər mənim də sizin də minnətdarım hər zaman. Sizin elədiyiniz, çəkdiyiniz əziyyəti yerdə qoymaram.